Salam, hər vaxtınız xeyir olsun. Toyuq tufovkaya qoydum, dedim çəkim sizlərlə də paylaşım. Bu arada klyonkamı da göstərmək istəyirəm. Əsl yeni ilin gəlişini xəbər verir klyonkada. Demək, bunu 1 saat olardı ki, yəni sosun içində saxlamışdım. Toyuqlar pörtlənmişdi, qənətlər. Demək, sosun içində də nə var, qeyd eləyim. Yarpaq dolmasından yediyimiz qatıq sarımsaq yoxdur. Həmin o qatıq sarımsaqdır. Qatıq sarımsağı əlavə elədim. Hardasa bir araq stəkanı qədər. Supa vurduğumuz qalina blankanın tozudur. 1 çay qaşığının ortası qədəri. Yarım xörək qaşığı tomatdır. 1 xörək qaşığı dolu mayonezdir. Hardasa bir 5 yemək qaşığı duru yağdır. 1 araq stəkanın ortasından sunu belə bunun içinə düzəndən sonra oradan-buradan səpirəm ki, suyu, yəni kartof, buğda daha qəşəng bişsin. Duzu istiotudur, bir də kək otudur. Əlavə elədiklərim bunlardır. Yəni qatıq sarımsağın bu yeməyə çox gözəl dad verir. Yəni onu qeyd edeyim ki, bir dəfə sınayın, görəcəksiniz özünüz. Göz haqqınızı halal eləyin, zəhmət olmasa kanala abunə olmağı unutmayın.